Salam əziz şagirdlər. Bugünkü dərsimiz mübtəda xəbər uzlaşmasıdır. The agreement of the predicated with a subject. İngilis dilində mübtəda xəbər uzlaşır. Mübtəda xəbərlə uzlaşdıqda mübtəda cəmdədirsə, xəbər cəmdə, təkdədirsə, xəbər təkdə olur. Belə ki, tək feillər is, was, has, does, puts, learns. Cəm feillər isə are, were, have, do, come və başqalarıdır. Qeyd edim ki, isim cəmdədirsə, yəni s və s şəkilçi qəbul etdikdə cəmlənir, feil isə əksinə təklənir. İki isim yan yana gəldikdə və isimlər arasında yəli kal nəzərdə tutulursa, bu zaman ikinci tərəfə, əgər iki isim arasında preposition varsa, onda birinci tərəfə nəzər salınır. Birinci tərəf cəmdədirsə, xəbər cəmdə, təkdədirsə isə xəbər təkdə olur. İndi isə 2025-ci il İngilis dili DIM testindən The agreement of the predicated with the subject bölməsini sizə izah edəcəm. The trip to the mountains wonderful. İsmin arasında burada söz önü vardır. To sözünü AE. Bu zaman biz ikinci tərəfə deyil, birinci tərəfə nəzər salacağıq. The trip təkdə olduğu üçün biz də burada variant N'ni götürəcəyik. The trip to the mountains was wonderful. İkinci sual. The answer to all his questions negative. Onun deməli bütün sualların cavabları düzgün değildir. Burada da variant C was. A clothes shop opened in this street. Bu küçədə mağaza açılır. Biz burada artikeldən görürük ki, shop təkdədir. Paltar mağazası nəzərdə tutulur və tək xəbər 2, 3 və 4'ü götürəcəyik. Qeyd edim ki, variant E-yə uyğun gəlir. Şagirdlər will be həm tək, həm də cəm isimlərlə götürülür. 5. Silk stocking made in this factory. İpək corablar bu fabrikdə istehsal olunur. Burada da stockings cəmdir. 1, 3, 5 C-ni götürəcək. Shakespeare's plays. Shakespeare'in əsərləri, William Shakespeare özü təkdədir, lakin onun əsərləri isə cəmdədir. Burada cəm olduğuna görə biz əlbəttə ki 1 və 4 variantı D-ni götürəcəyik. Shown at the reading theaters of the world. Mark Twain's novels, Mark Twain'in novellaları, əsərləri burada da cəmdədir. Müxtəlif ölkələrdə satılırlar. 2, 4 variant E. Those teachers method approved by everybody. Burada bu müəllimlərin, yəni müəllimlərin dərs metodu. Burada əlbəttə ki, müəllimlər cəmdə olsa belə, onların dərs keçmə metodu təkdədir. Is, bir də was. Variant A, 1, 2. 9. These actors' performance were interesting. Bu da bayaqki kimi, biraz öncə 8-dəki test kimidir. Performans təkdədir. 2, bir də 4. Variant C. The copy of the Times lying on the shelf. Deməli, Times qəzetinin, bilirik ki, Times qəzetdir. Onun kopyası təkdədir. Of prepositionu var. 1, 3, variant C. The bunch of bananas in the paper bag. Bir dəstə banan. Burada da dəstə bir dənədir. 3, 4, variant B. 12-də. Several sorts of meat used to cook these meals. Bu yeməyin hazırlanmasında müxtəlif növ ətdən istifadə olunur. Növlər burada cəmdir. 1 ilə 3, variant C. The list of the final test often typed on the first page. Deməli, final testinin siyahısı burada siyahı təkdədir. 1 ilə 2, variant B. The list of the participants announced beforehand. Burada da siyahı təkdədir. 3, 4, 5, variant E. The results of the contents, yarışın nəticələri, variant burada 1 ilə 2 uyğun gələcək. Çünki results nəticələr cəmdədir, A bəndi. All the apartments of the building similar in size. Binanın bütün mənzilləri eyni ölçüdədir. Burada bütün mənzillərdən söhbət gedir. Variant burada uyğun gələcək. 1, 4-cü variant E. 17.
Diligence and honesty is positive quality. Onun müsbət cəhətləridir. And olanda aşağılar istər sayılan isim olsun, istərsə də sayılmayan isim olsun, istər təkdə, istər cəmdə olan isim varsa, biz bilirik ki, and bağlayıcısı onları cəm edir və əlbəttə ki, burada 1, 4 B bəndini götürəcəyik. Honesty and kindness, burada da and bağlayıcısı ilə mehribanlıq və yaxşı xüsusiyyətdən söhbət gedir, cəmlənir. 1, 5. Variant C. Wearing long dresses her perfectly. Qeyd edim ki, gerundla başlanan cümlələr, məstərlə başlanan cümlələr həmişə təkdə olur. Wearing gerunddur burada. Deməli 2, 3, C bəndi. All the employers required to learn a second language. Bütün işçilər burada cəmdədir. Deməli, dil öyrənməlidir ikinci dili. 1, 2, 3 E bəndi. The information in those books taken from the internet. Bu kitabdakı məlumat, kitablardakı məlumat internetdən götürülür. Deməli, burada will bilsiz olmaz. Information təkdədir 2, bir də 5. Variant D. The agreement between the two countries. Second, deməli, razılıq iki ölkə arasında imzalanıb. Burada razılıq təkdədir. Deməli 3, 4, 5. Variant C. Peace and cakes to this lovely food. Deməli tortlar və piroqlar onun ən sevimli qidasıdır, yeməyidir. Burada cəmdir. 1, 2, 3. Variant C. 24'də keçirik. Cattle considered sacred in India. Deməli, cattle mal-qaradır və mal-qara cəm isimdir. İsimlərin cəm halıdır. 1, 2, variant C. Toplu isim olduğuna görə. 25'də My friend and his cousins reading the same books for a week. Mənim dostum və onun kuzeni, əlbəttə ki, burada cəmdir. Deməli, eyni kitabları bir həftəyə oxudular. Burada variant A bəndidir. Bir həftədə oxumuşlar. My sisters and I playing tennis together. My sisters and I are and were. Yəni 1, 3, variant D. There are a lot of people dancing and singing at this party. A lot of olanda, a lot of bilirsiniz quantifier'dir, kəmiyyət bildirən sözdür. A lot of'dan sonra cəm isim gələrsə, isim cəm, tək isim gələrsə, tək nəzərdə tutulur. Yəni salimin isim gələndə sayılan cəm, salimin tək isim gəlməlidir. Biz iki zeri zira ifadələrində əgər bunlardan hər hansı biri göstərilərsə, məhz həmin dediyim qaydaya əsaslanırıq. A lot of people çoxlu insandır. Burada 1, 2, bir də 4, variant A bəndi. Z, a nice garden. Onlar bir qəşəng bağda. Deməli, burada Z cəmdir, olacaq D bəndi. Qəşəng bağ alıblar, yəni bağa sahibdirlər. We in new school. We have got a new school. Bizim yeni bir məktəbimiz vardır. A period of 10 years, a decade. Deməli, burada a period təkdir, olacaq E bəndi. The number of books in this library to over 3 million. Şagirdlər, əziz şagirdlər, deməli, the number of və ya a number of, biz testlərdə test rast gəlirik. The number of olanda, a number of olanda belə hər ikisindən sonra isim cəmdə gəlir. Lakin the number of kitabın sırasını, amma a number of isə bir sıra kitablar nəzərdə tutulur. Bu zaman the number of olanda mütləq xəbər götürülür. Amma a number of olanda isə cəm xəbər götürülür. Burada da tək xəbər A bəndindədir. Deməli, 31'də variant A has risen. All the students in the schoolyard. Deməli, məktəbin həyətində, bütün şagirdlər məktəbin həyətindədirlər. Variant 1-lə 3 D bəndindədir. His songs very popular. Onun mahnıları çox məşhurdur. 1, 4,
B bəndi. 34. The novels of this writer very famous. Deməli, bu yazıçının novellaları, əsərləri çox məşhurdur. 1, 4, B bəndi. Both my sister and her friend ready to start painting lessons. Mənim bacım və onun dostun hər ikisi deməli, rəsm dərsləri almağa hazırdırlar. A bəndi. 36. His peers good at playing chess. Deməli, o yaxşı şahmat oynayır. Burada variant C. 37-də the students encouraged to think creatively. Deməli, şagirdlər burada cəmdədir. Variant C. The children very happy with their parents. The children cəmdədir. Nöqtədən əvvələ baxırıq. A bəndi. 39. My grandmother's dishes very tasty. Mənim nənəmin deməli yeməkləri 2, 4, C bəndi. Çox dadlıdır. Sarah's cakes very delicious. Sarahın burada yəli kağıdadır. Saraha baxmırıq. Tortları, şirniyyatları 2, 4, D bəndidir. The Japanese language hard to learn. Yapon dili burada təkdir, D bəndi. The Turkish language easy to learn for me. Türk dili mənim üçün asan öyrənilən dildir, D bəndi. Both the teachers and her students are happy with the result of the exam, E bəndi. Both the coach and his students satisfied with the result of the match. Burada variant A bəndidir və keçək növbəti suala 45-ə. The red skirt too short for me. Qırmızı yubka mənim üçün olduqca gödəkdir. Yubka təkdədir. 3, 4, ətək C bəndinə uyğun gəlir. The new dress, yeni don, too tight for her. Onun üçün olduqca dardır. Burada da təkdədir. 2 S yan-yana olarsa, ümumiyyətlə S bitirsə dress. O zaman grass, dress, yəni bu isimlər tək sayılır. Sayılan isim belə cəmlənməsi üçün mütləq sonuna ES şəkilçisi qəbul edilməlidir. Burada tək olduğun üçün 3, 4 E bəndi. Their child, onların uşağı, B bəndi. There less noise in the country than in the city. Is, was. E bəndi. 49-a keçirik. Baby clothes sold in this shop. Deməli, uşaq paltarları bu mağazada satılır. 2, 3, 4, variant D. Many news programs shown on this channel. Deməli, bu kanalda çoxlu xəbər proqramları göstərilir. 1, 3, bir də 5, B bəndi. Very few information centers. Burada da çox az deməli informasiya mərkəzləri situated burada yerləşir. Mərkəzlər cəmdədir. 1, 2, 5 E bəndi. Some new furniture factories built in the suburb of the city. Burada da bir neçə yeni mebel mağazalarından söhbət gedir. 1, 2 C bəndi. Keçək növbətiyə. Keçək 53-cü suala. The new types of production shown at the exhibition. Deməli, sərgidə yeni tiplər cəmdədir. Məhsulun yeni növləri göstərilir. 1, 3, 5 C bəndi. Those women's table served by that waiter. Deməli, qadınların stol təkdədir. 1, 4 variant C. Those children's room, deməli, o uşaqların otağı aşağıdadır, təkdədir. Is, 4 E bəndi. 56-cı sual. These famous actors roles, bu məşhur aktyorun oyunları, rolları deməli cəmdədir. 2, 4 variant C bəndi. The popular writers novels read with pleasure. Məşhur yazıçının əsərləri böyük məmnuniyyətlə oxunur. 2, 4 E bəndi. The news about the Smiths spread quickly.
deməli Smith haqqında, Smithlər haqqında məlumat, deməli xəbər burada təkdədir. 1 2 variant B bəndi. Bilirik ki, news S şəkilçisi varsa sonunda bu heç də onun cəm olduğunu göstərmir. Sifətin üstünə S şəkilçisi qəbul edildikdə isim cəmlənmir, tək olur. The result of Dr. Null's experiment published in a scientific journal. Deməli, Dr. Null'un təcrübələrinin nəticələri 3 5 E bəndindədir. All the windows in our house broken in the earthquake. Bizim evin bütün pəncərələri zəlzələdə dağıldı. Deməli, pəncərələrdən söhbət gedir, cəmdir. 1 3 5 variant C bəndidir. 61-də flowers and the trees looked after by the gardener. Deməli, güllər və ağaclar bağban tərəfindən qulluq edilir. Bağban onlara qulluq edir, güllərə və ağaclara. Burada cəmdə 1, 2, bir də 3 variant C-dir. There are reasonable prices of perfumes on the eve of holiday. Deməli, 62-də B bəndidir. 1, 3, bir də 4 cəmdir. Çünki prices. Private clinic have been built in the city and the doctors is increasing. Number of private, çünki have burada cəmdədir. İkincidə isə doctorsdan is gəlib xəbər. Ona görə də the number of olur. Deməli, A bəndi uyğun gəlir. 64-də tea is useful. Çay faydalıdır. 1. There are different sorts of tea. 2. Test on mathematics is difficult. Bu səhvdir. Çünki riyaziyyatdan testlərdir. Burada is olmalı değildir. Are olmalıdır. Different branches of mathematics is taught in our school. Burada da səhvdir. Different branches are ilə işlənməlidir. Deməli, variant 1, 2 C bəndidir. A number of international organizations is treaty. A number of cəmlə işlənir. Burada 4, 5 variant B bəndidir. 66-cı suala keçək. Feeling sure of your abilities, self-confidence. Burada feeling hiss etmək, yəni sənin bacarığın, hiss etmək bacarığından söhbət gedir, D-dir. Caring only about themselves, self-think only about themselves. Burada caring xəbər təkdədir, B bəndə gerunddur. The highest mountains in the USA, United States of America, the Rocky Mountains, the Colorado and the Sierra Nevada. Demək, Cordillera və Sierra dağları, bir də Rocky Mountains'dır. Amerika Birləşmiş Ştatlarının ən hündür dağları. 68-də əlbəttə ki cəmdir. A bəndi. 69-cu sual. David and Diana a presentation about saving life on the earth. David və Diana cəmdədir. 1 3, bir də 4 variant D bəndidir. The most expensive gift to our children. Deməli, bizim şagirdlər üçün ən bahalı hədiyyə C bəndinə uyğun gəlir. 71-ci sual. A man of words and not of deeds, like a garden full of weeds. Bu bir atalar sözüdür. C bəndi. A piece of equipment for catching animals, a trap. A piece of equipment B bəndinə uyğun gəlir. Natural gas, petroleum and coal. Burada cəmdədir. E bəndi uyğun gəlir. Dünya komersial enerji mənbəyidir. This painter pictures variant. Deməli, bu rəssamın rəsmləri çox məşhurdur. Rəsmlər cəmdə 2, 4 variant D bəndidir. That architect's designs were attractive. O arxitektorun dizayn əsərləri çox cəlb edicidir. Deməli, cəmdədir 2, 4 B bəndi. 76. Choose the correct sentences. Biz düzgün cümləni seçəcəyik.
1. Today there are more traffic inspectors on the roads than yesterday. Bugün deməli dünənə baxanda daha çox tıxac müfəttişləri yoldadırlar. Burada 76-da E bəndi uyğun gəlir. Birinci, these are the latest traffic news. Bu səhvdir. Look, the traffic inspectors burada cəmdir, amma has götürüb səhvdir. The traffic news was deməli tıxac xəbəri, burada isə was düzgündür. 1-4. 77. There was a few pieces of furniture in the room. Deməli otaqda bir neçə hissə, mebel hissəsi. Bu səhvdir. There are some furniture shops in this street. Bu düzgündür. Deməli bu küçədə bir neçə mebel mağazası vardır. All the furniture were bought in the morning. Səhvdir. Furniture salimin isimdir. Mebel burada is olmalıdır ya da was olmalıdır. A few pieces of furniture have been sold lately. Deməli burada mebelin hissələridir. Ona görə də variant deməli 77-də D bəndi uyğun gəldi. 2 ilə 4. 78-ə keçək. Physics and maths are my favorite subjects. Burada and var, are uyğun gəlir. 2-də where is the scarces? I need them. Where is yox, where are. Çünki qayçılar cəm isimdir. 2 hissədən ibarət olan isimlər cəm olur və cəm isimlərdə cəm xəbərlə uzlaşır. 78-də ikinci səhvdir. His friends love helps him a lot. Onun dostu ona çox kömək etməyi sevir. Dostunun sevgisi. Deməli 1-3 variant B bəndidir. 79-cu suala keçək. Physics was the most difficult subjects for John at school. Şagirdlər biz bilirik ki, elm adları tək isimlərə aiddir və burada və həm də sayılmır. Ona görə də was-la işlənir, doğrudur. Where are the jeans? Jeans 2 hissədən ibarət olur və ona görə də o cəmlə işlənməlidir. 2 səhvdir. His parents advice helps him a lot. Onun valideynlərinin məsləhəti ona çox kömək etdi. 1-3 variant E bəndi. There were several jars of honey on the upper shelf. Deməli, burada bir neçə banka, bal bankası var. Bankalar cəmdədir. A jar of honey burada bir bankadırsa v səhvdir. Deməli, A bəndi uyğun gəlir. 81-də the proposal of the manager were accepted as the meeting. Birinci uyğun gəlir. Proposal-sının və uyğun gəlir. A few members of this club has heard about the incident. Deməli, bir neçə üzv burada yazıbdır. Klubun bir neçə üzvü, amma has yazıbdır. Buna görə də səhvdir. A number of people are waiting outside. Deməli, bir sıra insan burada R-la uyğun gəlir. Variant C. 1-3. Z numberdə də burada V yazıb, o səhvdir. 82-ci suala keçək. The number of the scientists taking part in the conference were 50. The number of da götürüb were səhvdir. Deməli, birinci səhvdir. A number of scientists have been awarded recently. Bu düzgündür. A number'ın have been işlənir. A few branches of the tree were broken by the wind. Branches cəmdədir. Ağacın bir neçə budağı düzgündür. Variant 2-3 A bəndi. Keçirik 83-ə. There are 2 bottles of oil in the cupboard. There are 2 bottles, 2 butulka cəmlə işlənir. Some oil was used for making salad. Bu da düzgündür. Deməli, salatı hazırlamaqda biraz yağdan istifadə edilir. 1-2 A bəndi. There were 2 buckets of water on the floor. Döşəmədə 2 vedrə su var, bir düzgündür. A lot of water were səhvdir. Su salimin isimdir, cəmlə götürüblər, bu səhvdir. A few jars of honey was. Burada da bir neçə bankanı was-la götürüb səhvdir. How many jars of honey were bought yesterday? Dünənlərim neçə banka
bal alındı. Deməli, variant 1 ilə 4 C bəndi. 85-ci sual. Hot chocolate was served to the guests. Qonaqlara isti şokolad verildi, xidmət edildi, servis edildi. How many cups of hot chocolate were served at the party? Burada neçə fincan, neçə fincandan söhbət gedir, cəmdir. Yəni isti şokolad neçə fincan verildi? 1, 2 variant A uyğun gəlir. 86-ya. How many lumps of sugar was there in the salca? Deməli, lumps of sugar, qənd kubikləri, qənd dilimləri söhbət gedir. Burada səhv yazıb, was-la yazıb. A few lumps of sugar were put in the cups of tea. In the cup of tea, a few lumps bu düzgündür. İkinci. 2 kilos of sugar, biz bilirik ki, çəkilər rəqəmlə işlənəndə cəmlənir. Çəki vahididir, cəmlənir. V ilə işlənir. Deməli, 2, 3 variant C. 87. The sports news is, bu düzgündür. İdman xəbəri bir uyğun gəlir. Deməli, a number of soldiers was hurt in the attack. Bir sıra əskər hücumda yaralandı. Burada səhvdir. Soldiers, a number of, bir sıra cəmlə işlənməlidir. 100 soldiers has put down their guns. Deməli, 100 əskər deməli, tapanca ilə, silahla öldürüldü. Bu da səhvdir. Both coffee and tea are served here. Deməli, burada həm kofe, həm də çay xidmət edilir, verilir. İnsanlara təklif edilir. 87-də A bəndi uyğun gəlir. 88-ci suala keçək. 100 soldiers was marching through the snow. Burada 100 soldiers cəmdə işlənməlidir. A number of plants are used to make medicine. Bir sıra bitkilər tipdə istifadə olunur. Bu düzgündür. 2. The British policeman does not normally carry gun. Britaniya polisləri adətən silah daşımırlar. Normalda, yəni adətdə silah daşımırlar. Bu səhvdir. 2 uyğundur. Deməli 4 uyğun gələcək. Both bread and milk are delivered every morning. Hər gün səhər çörək və süd, deməli, burada uyğun gəlir. Əlbəttə ki, 88-də D bəndi 2, bir də 4. Keçirik 89-cu suala. There is a lot of children's toys in the shop. Bu səhvdir. Children's toys, uşaqların oyuncaqları cəmdədir. There are a lot of children's toys in the shop. Bu uyğun gəlir. Deməli 89-da variant B. 90-da. The number of the fallen trees were counted after the storm. Deməli, sınmış ağaclar fırtınadan sonra kəsildi. Fans was, bu da uyğun gəlməyəcək, çünki fanatlar cəmdədir. A number of flights were cancelled yesterday. Dünə bir sıra uçuş dayandırıldı. 3 düz gəlir. The use of computers has become common nowadays. Deməli, the use of computers, kompüterlərdən istifadə uyğun gəlir deyə 3-4. Kompüterlərdən istifadə, burada istifadə təkdədir. 91-ə keçək. The number of the damaged cars were counted after the flood. Deməli, daşqından sonra maşınlar burada zenambə ilə uyğun gəlmir, vozla uyğun gəlməlidir. 1000 salesmen dənizçiləri götürür minlərlə dənizçi, amma izlə yazılıb səhvdir. A number of tickets, bu düzgündür, vörlə sold during a short time, qısa müddətdə bir sıra bilet satıldı. The use of mobile phones has become common nowadays. Deməli, mobil telefondan istifadə etmək burada düzgündür, həzlə götürülür. Deməli, 91-də variant C. 3-4. 92-yə keçək. The teachers meeting held on Monday. Deməli, teachers meeting, müəllimin iclası. Bir uyğun gəlir was. Sonra bir də uyğun gələcəkdir will be. Deməli, A bəndi. 90 çəkəcək. The Students Conference, şagirdlərin konfransı, şagirdlər cəmdə olsa da konfrans təkdədir. Bir held in the main hall,
Deməli 1, bir də 3. Variant A. Your children's school bus late. Sənin uşaqlarının məktəb avtobusu daha doğrusu gecikir. Deməli burada təkdədir. 1, bir də 3. 94'te 1, 3 E bəndi. 95'te your parents country cottage sold. Sənin valideynlərinin kənd kotteci deməli təkdədir. 1, bir də 3 A bəndi. 96'da the list of newly qualified deməli doctors. Burada list təkdədir. Vozla işlənib. Officially announced. Bu düzgündür. B'də bir uyğun gələcək. The number of destroyed forest has increased. Deməli 1, 2 uyğun gəlir. İlaç number of-la has-la işlənə bilməz. The quality of delivered goods da were-la işlənə bilməz. Was olmalıdır. Deməli 96'da variant B bəndi. 4-cü sual. Computer disk bought by everybody. Burada da disk ikisim yan yana gəldir. İkinci tərəf cəmdədir. Cəm olduğuna görə 2, 4. Keçək 97-ci suala. Choose a correct sentences. İndi də doğru cümlələri seçəcəyik. The number of students is checked up. Burada şagirdlərindən the number işləndiyinə görə is götürülüb düzdür. The number of all the assistants bu səhvdir. The shop for babies have been closed. Uşaqlar üçün olan, balacalar üçün olan mağaza bağlanıbdır. Bu da səhvdir. A large number of houses have been reconstructed recently. Deməli variant burada 97'də C bəndidir. 1, 4. Sonra keçək 98'ə. These lowest recommendations followed by the clients. Deməli bu hüquqşünasın tövsiyələri 98'də cəmdədir. 1, 2, bir də 3. Variant B. 99'a keçək. Many famous people wear these jackets. Məşhur adamlar, çox məşhur adamlar bu jaketləri geyinir. Bir düzdür. Jake and David is moving back to Australia. Bu səhvdir. Jake and David are moving olmalıydı. 3'də someone has weighed our suitcase. Şagirdlər, əziz şagirdlər, someone, törəmələr, someone, everybody, somebody, nobody, anybody, yəni bütün törəmələr, törəmə əvəzliklər hamısı təklə işlənir. Yəni is, was, has, bu ona görə də doğrudur. 1, 3 variant D bəndidir. 99'da keçirik 100'ə. Some people have very strange hobbies. Bəzi insanların çox qəribə hobbiləri var. Bir düzgündür. The hotel and the beach was nice. Bu səhvdir. Otel və çimərlik cəmdə olmalıdır. Qəşəngdirlər. Someone has turned. Bu doğrudur. Bayaq dediyim kimi kimsə səhifəni, kitabın səhifəsini çevirib. Deməli variant 1, bir də 3 E bəndi uyğun gəlir. 4'ü də baxaq. There is several children's shop. Bir neçə uşaq mağazası, amma izlə getirib there is olmalı değildir. Zera olmalıydı. 101'ə. A few sacks of rice were bought in the morning. Bu səhər bir neçə düyü kisəsi alındı. Düzgündür. 101'də bir uyğundur. All the rice were used by the cook. Deməli aşpaz tərəfindən bütün düyü istifadə edildi. Bu səhvdir. Salimin isimdir. İstir onunla işlənsin. Çünki o həm salimlə işlənir, həm də salan cəm isimlə işlənir. Salimlə işləndikdə isə təkdə, salan cəm isimlə işləndikdə isə cəmdə olur. Ona görə ikinci variant səhvdir. There was a lot of rice in the sacks. Qədər çoxlu düyü var. Variant 3 uyğun gəlir. 1, 3 D bəndi. Keçək 102'yə. What Jake's nephews like? Jake'in deməli qardaşı oğlanları nəyə xoşlayır? Əlbəttə ki, cəmdən söhbət gedir. Deməli 3, 4. 3'ə keçək. Most of the people invited to the receptions has already come. Bu səhvdir. Çünki people cəmdədir. Burada isə
tək xəbər götürülür. Too much salt and sugar will be harmful to you. Çoxlu, həddindən çox şəkər və ya duz istehsal etmək insana ziyandır. 2 doğrudur. The only excuse for his actions was that he was tired. Bu da uyğun gəlir. Exercise makes most people feel better. Bu səhvdir. Exercise cəmdədir, amma makes təkdədir. Deməli, variant burada 103-də A bəndə olacaq. 2-3. Keçək 104-də. A few drops of water were added into the mixture. Deməli, a few drops cəmdədir. Su tək də olsa da suyun damcılarından söhbət gedir. Bir uyğun gəlir. Buckets full of water was brought into the kitchen. Deməli, mətbəxdəki su dolu vedrələr təkdədir. Bu səhvdir. The page of these books contains illustration. Bu kitabın səhifələri şəkillərlə doludur. Yəni içərisində şəkillər var, cəmlənibdir şəkillər. Burada contains səhvdir. The financial pages of this newspaper always interested businessmen. Deməli, finansal səhifələr bu qəzetin deməli cəmdədir. Interest maraqlandırır biznesmenləri. Variant A 1-4. 105. Real friends advice in different situations is often helpful. Real advice. Deməli, bir həqiqi dostun məsləhəti insanı müxtəlif vəziyyətlərdə kömək edir. 105-də birinci variant uyğundur. These methods works very effectively. Bu deməli metodlar səhv götürülür. Works. O da work olmalıydı. Regular exercise help people to stay in a good physical shape. Müntəzəm idman insanlara kömək edir ki, onlar yaxşı fiziki formada qalsın. Deməli, variant E 1-3. Keçək 106-ya. How many loaves of bread was sold? Neçə dilim çörək satılmışdır? A loaf of bread was cut for lunch. Bir dilim çörək kəsilmişdi. 2 düzdür. 106-da 2 düzdür. Sonra keçək. 2 loaves of bread were bought at the baker's. Deməli, çörək mağazasından 2 çörək alındı. Bu düzgündür. 2-3 variant C. Amma there was different sorts. Sort cəmdədir növlər. Amma vozla götürülür. O səhvdir. Keçək 107-yə. The architecture of Munich and Vienna is alike. 107-də bir düzgündür. Arxitekturasından söhbət gedir. The number of the unemployment is rising. Deməli, 1-2 uyğun gəlir bunların ikisi də. Ona görə də 3-4-də heç baxmağa ehtiyac yoxdur. Number olanda is olur. O zifönçədə də cəm götürüb səhvdir. Sonra 108-də where are the boys' clothes düzgündür. Oğlanın əlcəkləri hanı? 108-də uyğun gəlir. Deməli, bir bəndə. Jack and Kevin were making too much noise. Jack və Kevin çox səs-küy salırlar. Bu da düzgündür. Amma zilisdə ar olmalı deyildir. Is olmalıdır. Zilsanti success'də də is olmalıydı. Bu alimlərin uğuru. Deməli, variant 108-də D 1-2-dir. 109-da the bunch of flowers were on the table. Bir buketdən söhbət gedir, səhvdir. These researchers discover are very interesting. Burada 2-də deməli 109-un ikincisində discover yazıbdır, amma arla götürüb səhvdir. Bir düzgün idi amma. Bir də səhvdir, hə, bir də səhv idi. 1-2 səhvdir. Deməli onda yerə qalır 3-4 və AZ Charles shorts, uşağın short qısa şalvarları hardadır, şortikləri. The old man and his wife are sitting on the beach. Deməli, qadın və kişi çimərlikdədirlər. Çimərlikdə oturublar. Deməli, variant B bəndə uyğun gəlir. 3-4. Keçək 110-cu suala.
İndi keçək 110-cu suala. How big bu exclamatory word sentensizdir. Uşaqlar nida cümləsindən söhbət gedir. How deməli z artiklından işlənir. Həm də burada are varsa, deməli biz burada cəmisini götürməliyik. Glass təkdir, stəkan, wave dalğa təkdir, success uğur təkdir, duck ördək təkdir. Deməli fish. Fish'in təki cəmi eynidir. Bilirsiniz ki, a fish bir balıq deməkdir. The fish isə balıqlar deməkdir. Keçək 111-ə. Variant deməli 110-da e oldu. İndi 111-ə keçək. Painting or drawing on trees zim. Deməli rəsm çəkmək və yaxud da rəsm çəkməkdən söhbət gedir. Burada gerunddur. Variant D1, bir də 5. Damages are deməli 2, 3, 4 cəmdir. 1-dən 5-i götürəcək. 112-yə söhbət gedək. Economic cooperations with foreign countries. Deməli xarici ölkələrin iqtisadi kooperasiyası burada təkdir. 1, 5. Variant B bəndidir. 113-ə keçək. Everybody öncə qeyd etmişdim ki 110 çəkəcək. Everybody biraz öncə qeyd etdim ki təklə işlənir də, yəni törəmələr tək xəbərlə işlənir. Everybody burada olacaqdır 113-də. D bəndi knows that water will necessary for life. Hər kəs bilir ki, su onlar üçün, həyat üçün çox vacibdir. 114-də keçək. A train at 10:30 deməli İzləyə a train. Burada saat 10:30-da qatar olurmu? O da deyəcək ki yes it is fast train. Yes it is fast train. Fast train deməli 114-də D bəndi yoxun. Keçək 115-ci suala. A book on the table yours. Stolun üstündəki kitab səninkidirmi? Burada there is a book on the table. Stolun üstündə kitab vardır. Is it yours? O səninkidirmi? A bəndi. Keçək 116-ya. Bilirsiniz niyə is it-i götürmədik? Sual cümləsi olsa belə həm də vardır mənasını bildirir. Stolun üstündə kitab vardır deyəndə biz bilirik ki zera ilə götürülür. It is isə bu kitabdır. Sadəcə onun növünü bildirir və yaxud əşyadır, nədirsə onun nə olduğunu da bildirir. Amma burada vardır ifadəsindən istifadə etdik. 116-da how many players in a football team? Futbol komandasında neçə oyunçu vardır? Yenə zerizdən istifadə edəcək. B bəndi arziyə sualda olduğuna görə deməli 11 oyunçu vardır. B bəndi arziyə are. Deməli how many players are there in a football team? There are 11 players in a football team. 117-yə keçək. Do you like this book? Sən bu kitabı xoşlayırsan? Yes, of course. Əlbəttə. It is very interesting. O çox maraqlıdır. B bəndi uyğun gəldi. 8-ə keçək. We cannot go skiing. Biz xizək sürməyə gedə bilmirik. Any snow. Əziz şagirdlər, biz bilirik ki, any inkar cümlədə işlənir. Mütləq burada biz 118-də D-ni götürməliyik. There isn't any snow. Qar yoxdur. Ona görə də xizək sürməyə gedə bilmirik. 119-a keçək. Have you got any money? No, in my bag. Deyirsən, pulun varmı? Sənin üzərində pulun varmı? O da dedi ki, there is not any. Xeyr, yoxdur. Mənim çantamda pul yoxdur. B bəndi oldu. 120-də. Any letters for me today? Mənim üçün bugün məktub vardırmı? E bəndi. There are not any letters for me today. Bugün mənim üçün məktub yoxdur. Məktublar yoxdur daha doğrusu. 121-də. Look, baxın. There is a man on the roof. Deməli, there is a man. Bir kişi vardır.
Bu yoğun gəlir. 121-də D bəndi. 122-də a cinema in our street. There is a cinema in our street. Bizim küçədə bir kinoteatr var. It is near our house. O bizim evin yaxınlığındadır. Deməli D bəndi uyğun gəldi. 123-də a national holiday this month. Deməli there is a national holiday this month. Bu ayda bir milli bayram vardır. It will be on Friday. Cümə günü olacaqdır. It will be. 124'te a big lake in the park. There is a big lake in the park olacaq. It is very deep. Park var. Böyük bir park vardır və o çox genişdir, dərindir. 125'te. Bu da dərin mənasında göstərim, yəni geniş parkdır. Olduqca genişdir. Only one tree in our garden. Bağımızda yalnız bir ağac vardır. There is ifadə başlanacaq. But it isn't very tall. O ise büyük değildir. Lakin büyük değildir. D bəndi uyğun gəldi. 126'da quite cloudy this morning. Deməli, it has been quite cloudy this morning. Bugünlərim buludlu olmuşdur. There have been a lot of clouds in the way. Deyir ki, səmada deməli buludlu olmuşdur və çoxlu bulud vardır. Belə mənada gedir. 126'da B bəndi. 127'də a lot of rain in April. Aprildə there was a lot of rain in April. Aprildə çoxlu yağış oldu. Last year, keçən il a terrible fire at that factory. Very horrible. Deməli, keçən il bu fabrikdə güclü yanğın olmuşdur. 128'də A bəndi it was very horrible. Çox qorxulu idi. 129'a keçək. The journey took a long time, a lot of traffic. The journey took a lot of time. There was a lot of traffic. Took geçmiş zamandadır. Ona görə də biz there was deyəcəyik. 130. I don't like this place. Mən bu yeri xoşlamıram. There is nothing to do it. It is a boring place. Deməli, mən bu yeri xoşlamıram. Burada etməyə heç bir şey yoxdur. Bura çox can sıxıcıdır. 131'də how far is it to the airport? Aeroporta nə qədər məsafə var? It is a long way from here to the airport. Buradan ora uzaqdır. 132. Deməli, variant 131'də C bəndi olur. 132'ye keçək. A bookshop near here. Is there a bookshop near here? Bura yaxınlıqda bir kitap mağazası varmı? Is there? Yes, there is one in this street. Bu küçədə bir dənəsi vardır. Variant B. 133'də Sumgayit isn't an old town, so there are not any old building. Deməli, Sumgayit qədim şəhər deyil, çünki orada köhnə binalar yoxdur. Variant D bəndi. 134'də 7 days in a week. Həftədə 7 gün vardır. There are 7 days in a week. 135. I am not going to buy this shirt. Mən bu köynəyi almağa getməyəcəm. Yaxud planlaşdırmıram ki, bu köynəyi alacağım. It is very expensive. O olduqca bahalıdır. Variant C. 136'ya keçək. A swimming pool in this street. Bu küçədə bir üzgüçlük havuzu vardırmı? No, I am afraid not. Ümid edirəm, qorxuram ki, yoxdur. Demək, 136'da B bəndi is there a swimming pool in this street olacaqdır. 137. What's wrong? Something in my eye. Deyir, nə baş verir? O da deyir ki, mənim gözümdə nəsə var. There is something in my eye. A brown car outside the house. Deməli, there is a brown car outside the house. Is it yours? Həyətdə, evin yaxınlığında, yəni bir dənə
qəhvəyə maşın var. O səninkidirmi? 138-də E bəndi. 139-da. Do you know what that building is? Bilirsənmi bu bina nə binasıdır? O da deyir ki, C bəndi. It is a hotel. O bir oteldir. 140-a keçəcəyik. What's that noise? Bu nəyin səsidir? It is a train. Bu bir qatar səsidir. D bəndi. 141-də. This road is very dangerous. Bu yol çox təhlükəlidir. A lot of accidents. Burada çoxlu qəza hadisələri baş verir. 141-də E bəndi. There have been. Deməli, burada çox qəza hadisəsi baş vermişdi. 142-də. Do you think? Sən düşünürsən, a lot of people at the party next Sunday. Deməli, 142-də A bəndi olacaq. There will be. Çünki gələcək zamandadır. Və deyir, burada gələcək zamanda deyir ki, orada partidə, şənlikdə çoxlu insan olacaqdırmı? Onu bildirir. 143-də 20 years ago. Keçmiş zamandan söhbət gedir. 20 il əvvəl. Deməli, burada keçmiş zamanda many tourists here. No, a lot of. 20 il əvvəl burada az turist var idi. İndi isə çoxdur. B bəndi uyğun gələcək. 144-də a strong wind yesterday. Dünən güclü bir külək var idi. B bəndi uyğun gələcək. There was. It was difficult to work. Gəzmək çətin idi. 145-də I shall do my packing today because deməli, there won't be any time tomorrow. Deyir, mən bugün edirəm, çünki sabah vaxtım olmayacaq. E bəndi uyğun gəlir. 146-da a big market near our house. Deməli, evimizin yaxınında böyük bir mağaza var. There is nə olacaq? It is very good to do shopping here. Orada bazarlıq etmək çox yaxşıdır. Deməli, 146-da A bəndi uyğun gəlir. 7-də deməli, there is a good program on Saturday. It is about sport news. İdman haqqındadır. 147-də variant E bəndi uyğun gəldi. 148-də foggy on the motorway this morning. Deməli, bu günlərim çiskin duman var idi. 148-də C bəndi it has been olmuşdur deməli. 149-da very windy on the coast tomorrow. Çimərlikdə çox küləkli, sabah çox küləkli olacaq. Gələcək zamandan söhbət gedir. It will be. D bəndi. 150-də next Monday gələn bazar ertəsi. A meeting of the company. D bəndi. There will be a meeting of the company. Since yesterday a lot of wind, there has been a lot of wind. Dünəndən bəri çoxlu külək olmuşdur. 152. A lot of snow since last week. Burada da bitmiş zamanında olacaqdır. 152-də E bəndi. There has been a lot of snow since last yesterday. It is very cold. Və çox soyuq idi. I was hungry yesterday night. Mən dünən axşam çox acmışdım. But anything to eat. Və heç nə tapa bilmədim. Yəqin ki, yeməyə heç bir şey tapa bilməyib. 153-də E bəndi. 154. Few sacks of wheat were gathered by the farmers. Deməli, burada 154-də bir uyğun gəlir. Bir neçə hissədən söhbət gedir, cəmdədir. Bir də 3 uyğun gəlir. Uşaqlar there were 3 sacks of wheat in the corner. Eyni deməli tiplidir. 3 kisə. Burada da bir neçə kisə. Deməli variant 1-3. 153-ə keçək. The language course dil kurslarıdır, cəmdədir. 2-4. The picture painted by a famous artist. 1-4. 156-da. 157-də few bottles cəmdədir. Piavote. Deməli 2-4. The silence in the children's room. Sakitçilikdən söhbət gedir. 1-3 təkdədir. The products of the village. Kənd məhsulları cəmdədir. 1-4.
2. Şagirdlər, ümid edirəm ki, ürəyinizcə oldu, aydın başa saldım. Bu tip testlərin izahı və qrammatik qaydalarla sizin görüşünüzə yenidən gələcəm. Əgər kanalımı bəyəndinizsə, like atıb kanalıma abunə olmağı, paylaşmağı unutmayın. Növbəti